Qarabağ Universiteti ilə bağlı tərəddüdlərin varsa, bu videonu diqqətlə izlə. 5 avqust tarixində təhsil işçilərinin Qarabağ Universitetinə səfəri baş tutdu və mən də bu iştirakçılar arasında dəvətli idim. Əvvəla onu deyim ki, əgər kimin tərəddüdü varsa ki, Qarabağ Universitetində təhsilin səviyyəsi, infrastruktur necədir, bir sözlə deyə bilərəm ki, bu universitet mükəmməl seçimdir. İstər mühəndislik, istər iqtisadiyyat, istərsə də tibb fakültəsinin ayrıca mükəmməl səviyyədə təşkil olunmuş korpuslarında tələbələrimiz müasir metodlarla ənənəvi təhsildən uzaq, çox keyfiyyətli təhsil ala bilərlər. Eyni zamanda universitetin ödənişsiz yataqxanası və təhsil haqqından tamamilə tələbələrin azad olunması mənə elə gəlir ki, tələbələr üçün əla seçimdir. Qalanını isə mütəxəssislərdən dinləyək. Sizləri Qarabağ Universitetində qonaq edirik. Digər binalarımız bərpa prosesidir, amma binamız sıfırdan çəlir. Binada həm klinika yerləşib, həm də tibb fakültəsinin tədris korpusu, hansı ki biz burada dayanmışıq, həmin korpusu yerləşib və bu hissədə bizim mühazirə zallarımız mövcuddur. 4-cü xəttimiz tədqiqat xəttidir. Yəni bugün bir həkim sadəcə xəstə müalicə etməməlidir. Eyni zamanda da tədqiqatla məşğul olmalıdır, alim olmalıdır, gələcəyin professoru olmalıdır ki, Azərbaycan da dünya elminə heç olmasa tədqiqat verə bilsin. Bu bir rəhmətə getmiş bir adamın ölümsüdür. Həm dəyişikli şəkildə normal görünsün və onun kompüter tomografiyası lazım gəlirsə MR-ı, şeyini, bütün orqanları buradan. Elədir ki, o meyitin cansız formasında plastik kütlələr şəkildə. Belə, bunlar açılır, çıxılır və içinin qapılarını görürlər. Qarabağ Universitetinin diplomu da beynəlxalq tanınır, dövlətindir də bu. Biz Təhsil Nazirliyinə tabiyik və diplomumuzu da Təhsil Nazirliyi tanınır. Müəyyən prosedurlar var. İldən də biz onun üstünə işləyirik və hədəfimiz də ən yaxşı halda Amerikadan almaqdır bu akkreditasiyanın, ən misalda isə istədiyim ikinci bir şərt olaraq da Avropadan almaqdır. Yəni daha yaxşısı. Şəhərin sıxlığından, səs-küyündən və tıxaclarından uzaq bir məkanda, təbiət qoynunda, Azərbaycanın dilbər güşələrindən birində bu cür gözəl təhsil kompleksində ali təhsil almaq, həm də bu təhsili ödənişsiz almaq, düşünürəm ki, abituriyentlərimiz üçün ən gözəl seçimdir. Onların Daxili İşlər Nazirliyinin binası olub, bizim isə Xankəndi şəhər polis şöbəmizdir. Və təbii ki, bu videoya yerləşməyən çoxlu sayda gözəl xatirələrimiz var. Əlavə suallarınız olarsa mənə yaza bilərsiniz və mən sizin bütün suallarınızı cavablandıracağam. Hələlik.